Ensemble modeli də yenə də eyni siqnalı verir. İyul ayının baxın burada göstərilir ki, 15-i və 16-sında havanın temperaturu Bakı arasında bir xeyli azalacaq. Havanın temperaturu Bakıda iyul ayının 15-i gündüzdən başlayaraq 16 iyul gündüz saatlarına qədər temperaturun maksimal temperaturun 30 dərəcəyə qədər azalması, yəni 30 dərəcənin aşağıya inməsi potensialı var. Yəni iyul ayının 15-i gündüz, 16-sı gündüz Bakıda maksimal temperatur 28-30 dərəcə olacaq. Amma iyul ayının 17-sində havanın temperaturunun yenidən artması, lakin iyul ayının 18-si axşam və 19-da yenidən azalması gözlənir. Deməli, bu dalgalanma gözlənir və maksimal temperatur iyul ayının 22-si və 23-sində olacaq. Bakıda iyul ayının 22-si və 23-sində havanın temperaturunun 35 dərəcədən keçməsi, günorta saatlarında Bakıda iyul ayının 22-si və 23-sində maksimal temperatur Bakı, Abşeron, Sumqayıt arasında müsbət 37-40 dərəcəyə qədər yüksəlməsi potensialı var. Lakin iyul ayının 23-dən sonra 24-ü axşama doğru, 25-nə çıxan gecə və 25-26 iyulda baxın burada temperaturun artıq yenidən azalması gözlənir. Deməli, bu o deməkdir ki, iyul ayının 22-si və 23-də Bakıda temperatur müsbət 37 dərəcəyə qədər yüksələ bilər və lokal bir 40 dərəcə istilik gözlənir. Amma bu 2 gün, yəni iyul ayının 22-si və 23-də olacaq. Amma istilik dalğası deməyimiz üçün bu istiliyin ən azı 4-5 gün davam etməsi, yəni 4-5 gün başlamış 40 dərəcə istiliyin olması olmalıdır ki, bu artıq istilik dalğası sayılsın. Yəni Dünya Meteoroloji Təşkilatının qaydaları belədir. Amma iyul ayının 22-si və 23-də 2 gün davam etməsi gözlənilir. Müsbət 37-40 dərəcəli istilik Bakıda istilik dalğası sayılmasa da qısa müddətli bir istilik sayıla bilər. İyul ayının artıq 24-də axşama doğru 25-i, 26-sında hava şəraitinin yenidən kəsin dəyişməsi potensialı var. Bu barədə ətraflı mən danışacağam. Avropanın İTMW hava tədqiqatları mərkəzi də yenə eyni siqnalı verir. Baxın, burada Xəzər dənizinin cənub hissəsində bir deməli, siklon sistemi gözlənir və bu hava axınlarının artıq Xəzər dənizinin şimalından mərkəzinə doğru daşınması və Bakıda şimal külələrinin iyul ayının 15-də narıncı xəbərlərə uyğun güclənməsi potensialı İTMW modeli göstərir, Alman modeli də göstərir, Kanada modeli də göstərir, Amerikanın bir sıra modelləri də göstərir. Deməli, bu proses iyul ayının 15-də Bakıda narıncı xəbərlərə uyğun bir kəsin dəyişilmə siqnalları verir. Eyni zamanda qlobal modellər küləyin sürətinin saniyədə Bakıda 24-25 metrə güclənməsini göstərir iyul ayının 15-də. Amma regional dəqiq modellər var. Qlobal modellər 50 km radiusiyel proseslər göstərir, amma regional dəqiq modellər var. WRF, yəni VRF modelləri, bunlar çox dəqiq modellərdir, regional modellərdir və bu modellər 5-10 km radiusiyel proseslər göstərir. Deməli, Bakıda əslində iyul ayının 15-də narıncı xəbərlərə uyğun bir güclü küləyin əsməsi potensialı var. 5-10 km radiusiyel küləyin sürətinin daha da artması, xüsusilə Abşeronun bu dəniz sahili ərazilərində kifayət və güclü bir küləyin əsməsi saatda 80 km-dən 90 km-ə qədər bir güclü külələr gözlənir iyul ayının 15-də. İyul ayının 18-i axşama doğru və 19-da yenə də baxın, Bakı arasında güclü külələr gözlənir. Yəni, hava şəraitinin Bakıda hər 2 gündən bir dəyişilməsi gözlənir. Bu da istilik dalğasının 4-5 gün Bakıda davamlı olmasının qarşısını alacaq. Mərkəzi aranda isə isti hava şəraiti davam edəcək. İyul ayının 15-də belə bir proses baş verəcək. Orta troposferdə baxın, antisiklon sistemi Azərbaycanın cənub-şərqindən tam olaraq Azərbaycan arasına doğru daxil ola bilməyəcək. Yəni, antisiklonun şimal qolu Azərbaycan arasından keçəcək, amma Xəzər dənizinin şimalında, Şimali Qafqazda isə bir sərin hava dalğası gözlənir. Bu sərin hava dalğası da bu antisiklonun təsirlərini minimuma endirəcək. Nəticədə Bakıda iyul ayının 15-də dəniz səviyyəsində güclü şimal külələri əsəcək. Orta troposferdə isə iyul ayının 15-də cənub-qərb külələri əsəcək. Deməli, bu Xəzər dənizindən ola bilsin ki, rütubətli baxımlarını başa doğru daşısın. İyul ayının 15-də 5-8 km radiusda, yəni çox kiçik bir ərazilərdə lokallaşan bir buludların formalaşması, qısa müddətli yağış yağması, kimsə sığması potensialı var. Bu barədə birbaşa Page məlumat təlləri əsasında yeni video kanalda yayınlanacaq. İyul ayının 18-də hava şəraitinin bir qədər də sərləşməsi, iyul ayının 18-dən 19-dan keçən gündə baxın, növbəti proses nəticəsində yenə də
Azərbaycandan şimalda bir siklonla antiklonun təsiri ilə antiklonun və siklonun deməli ikisinin arasından keçən soyuq hava axınları mövsümdən kənar bir soyumanın Xəzər dənizinin şimalından yenə də Abşeron'a doğru daşınması gözlənilir. Deməli, bu da o deməkdir ki, Bakıda yenidən şimal şölələrinin əsməsi potensialı var. İyul ayının 18-ci axşama doğru və iyul ayının 19-da da yenidən Bakıda şimal şölələrinin əsməsi gözlənilir. Deməli, Bakı ərazisində dəniz səviyyəsində iyul ayının 15-i və iyul ayının 18-ci axşam 19-da Bakıda dəniz səviyyəsində şimal şölələri əsəcək, orta troposferdə cənub-qərb şölələri əsəcək. Orta troposferdə buludlar cənubdan və cənub-qərbdən Bakıya doğru daxil olacaq. Burada Xəzər dənizinin daşınından sistem nəticəsində Bakıda lokallaşan bir deməli ildırım prosesləri baş verə bilər. Yəni əvvəlki dövrlərdə bu tip proseslər baş verir. Bunu qlobal modellər göstərmir. Regional modellər bu prosesləri daha dəqiq göstərir. Məsələn, WRF, VRF modeli bu siqnalları daha dəqiq göstərir. Çünki o daha kiçik radiusdakı prosesləri görür. Qlobal modellər hər nə qədər iyul ayının 15-i və iyul ayının 18-ci axşam 19-da Bakıda bir lokal bir yağış potensialını göstərməsə də, bu prosesin real zaman ərzində baş verməsi potensialı var. Bu model orta troposferdəki axınları göstərir. İyul ayının 15-də orta troposferdə bir daha bildirdiyim kimi bir deməli cənub-qərb axınları ilə buludların Xəzər dənizindən daşınması gözlənilir iyul ayının 15-də. Lakin dəniz səviyyəsində isə Bakı arasına doğru yağıntı sisteminin daşınması gözlənilir. Deməli, bu o deməkdir ki, Bakıda bir lokallaşan bir qısa müddətli bir buludlanma, qısa müddətli şimşək potensialı var. Bu tip prosesləri qlobal modellər göstərmədiyi üçün insanlar biraz arxain olur və qlobal modellər yağış göstərir, amma bir lokal bir qısa müddətli yağış prosesləri baş verə bilir. Yəni, bunun üçün də birbaşa page məlumatların təlləri əsasında yeni video kanalda təcili olaraq yayınlanacaq. Bir daha bildirirəm ki, Bakıda iyul ayının 15-də bir şimal küləklərinin güclənməsi potensialı var və bu proses nəticəsində hava şəraitinin narıncı xəbərlərə uyğun bir şəkildə sərinləşməsi gözlənilir. Ümumi olaraq bu barədə yenilənmiş məlumatlar kanalda yayınlanacaq. İyul ayının 15-i axşama doğru 16-sı gün ərzində Böyük Qafqaz rayonlarında lokallaşan bir topa yağış buludlarının inkişafı gözlənilir ki, bu da qlobal modellərin göstərmədiyi bir lokal ərazilərdə 10-15 km radiusda Böyük Qafqazın Balacan, Zaqatala, Şəki, Qax, Oğuz, Qəbələ, Dağlıq Şirvanda, Quba, Qusarın dağ kəndlərində lokallaşan bir şimşək, leysan, dolu prosesləri, ildırım prosesləri gözlənilir və Gədəbəy, Daşkəsin ərazisində də qısa müddətli proseslər gözlənilir. Bu proseslər amma geniş miqyaslı bir yağışlarla nəticələnməyəcək. İyul ayının baxın 17-sində yenə də bu Gəncə, Qazax ərazisində və Böyük Qafqazın Balkan, Zaqatala ərazilərində də qısa müddətli proseslər nəticəsində lokal 15-20 km radiusda şimşək çaxması, yağış yağması potensialı var. İyul ayının 18-də, iyul ayının 18-ci axşamda bu yenə də baxın burada Böyük Qafqaz ərazisində, Gəncə, Qazaxda, Kiçik Qafqazda yenə də lokal xarakterli bir topa yağış buludlarının inkişafı nəticəsində şimşək çaxması, yağış yağması potensialı var, dolu yağa bilər. İyul ayının 18-dən 19-dan keçən yenə də baxın burada Böyük Qafqazın Balakan, Zaqatala rayonlarında yenə də şimşək çaxması, qısa müddətli yağış yağması, dolu yağması və proses 15-17 km radiusda leysan xarakterli intensiv ola bilər. Bakıda hər nə qədər də güclü yağış iyul ayının 15-i və 18-ci axşam 19-u gözlənilmir. Şimal şölələri narıncı xəbərlərə uyğun əsəcək. Bakıda iyul ayının 15-i narıncı xəbərlərə uyğun şimal şölələri əsəcək. İyul ayının 18-ci axşam 19-da və Bakıda narıncı xəbərlərə uyğun şimal şölələri əsəcək. Amma Bakıda ola bilsin ki, lokal bir havada buludluğun artması potensialı da var. Deməli, bu tendensiyaların hamısının birlikdə araşdırmada biz görürük ki, Bakı ərazisində yaxın deməli, günlərdə hava şəraitinin hər iki gündən bir dəyişilməsi gözlənilir. Bakıda iyul ayının 15-də şimal şölələri güclənəcək, iyul ayının deməli 18-ci axşama doğru 19-da şimal şölələri güclənəcək, iyul ayının 22-ci iyulunda Bakıda hava istiləşəcək, amma iyul ayının 24-ü axşam 25-26-sında yenə güclü şimal şölələri əsəcək. İyul ayının
22-si və 23-sində başqa temperatur müsbət 37-40 dərəcə qədər yüksələ bilər. Amma bu 2 gün davam edəcək. İyul ayının 24-də axşama doğru 25-26-sından başda yenidən güclü şimal şölələri əsəcək. Bu da havanın sərinləşməsi ilə nəticələnəcək. İyul ayının 25-i və 26-sında da Bakıda narıncı xəbərlərə uyğun külək əsəcək. Deməli, hər 2 gündən bir Bakıda hava şəraitinin kəskin dəyişilməsi gözlənilir. İyul ayının 15-i narıncı xəbərlərə uyğun külək əsəcək Bakıda. İyul ayının 18-si axşama doğru 19-sunda narıncı xəbərlərə uyğun başda külək əsəcək. Şimal şölələri əsəcək. İyul ayının 24-də axşama doğru 25-i və 26-sında yenidən Bakıda narıncı xəbərlərə uyğun külək əsəcək. Deməli, Bakıda hava şəraitinin hər 2 gündən bir tez dəyişilməsi gözlənilir. İyul ayının 17-si axşama doğru Xəzər dənizinin şimal hissəsində atmosfer təzyiqinin İCMW superkonditorlarda göstərici yenidən azalması nəticəsində iyul ayının 18-i və 19-unda Azərbaycan arasında hava şəraitinin yenidən dəyişilməsi, Böyük Qafqazda, Kiçik Qafqazda lokal leysanların yağması, dolu yağması prosesləri gözlənilir. Bakı arasında isə iyul ayının 15-də, iyul ayının 18-i və 19-unda şimal şölələrinin yenidən güclənməsi potensialı var. Bütün bu proseslər ardıcıl olaraq bu siqnalları verir ki, Bakı ərazisində, yəni bir sıra qlobal modellər artıq ardıcıl bu siqnalları verir ki, Bakı ərazisində hər 2 gündən bir hava şəraitinin kəskin dəyişilməsi gözlənilir və bu tendensiyanın iyul ayının 22-si və iyulun 23-ündə isti hava dalğası ilə əvəz edilməsi gözlənilir. Amma bu isti hava dalğası iyul ayının 22-si və 23-ündə 2 gün davam edəcək. Yəni bu isti hava dalğası aslında sayılmır, 4-5 gün davam etməyəcək Bakıda. Mərkəzi alanda isti hava davam edəcək. İyul ayının 24-ü axşam 25-26-sında başda yeni hava şəraiti kəskin dəyişilməsi potensialı var. Bu barədə yenilənmiş modellərin təyinləri əsasında yaxın saatlarda, bugün axşam saatlarına doğru, gecəyə doğru modellər yenilənəcək. İCMWF yenilənmiş məlumatlar təqdim ediləcək. Alman modellərinin, Amerikanın bir sıra qlobal modellərinin və regional modellərinin son təyinləri haqqında kanalda yenilənmiş məlumatlar yayınlanacaq.